أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ربنا لا تزغ قلوبنا بعد إذ هديتنا وهب لنا من لدنك رحمة إنك أنت الوهاب. ربنا إنك جامع الناس ليوم لا ريب فيه إن الله لا يخلف الميعاد. صدق الله العظيم. Salam əziz dostlar, dəyərli izləyicilər. Təkrar xoş gördük sizləri İftara Doğru proqramında. Allah namazlarımızı, ibadətlərimizi, oruçlarımızı, bütün həyatımızı məqbul eləsin, ən gözəl şəkildə qəbul eləsin. Ramazan ayının bu gözəlliklərindən istifadə etməyi nəsib eləsin. Yenə bir qonağımız var dostlar. Zamiq müəllim Məmmədov ilahiyyatçı bizim qonağımızdır. Xoş gəlmisiniz Zamiq müəllim. Xoş gördük, Allah razı olsun. Əziz dostlar, Peyğəmbər Efendimiz Aleyhisselatü Vesselam'ın gözəl bir hədis-i şərifi var. Kullun nasi xattaun deyə başlayır. Hər insanlar xəta edər, bütün insanlar xəta edər. Yer üzərində hər kəs xəta edər. Və xayrul xatta'in ət-təvvabun. Xəta edənlərin ən xeyirlisi, xəta edənlərin, günah işləyənlərin ən yaxşısı, ən gözəli tövbə edənlərdir. Yəni Allaha təkrar yönələnlərdir. İnsanların arasındakı münasibətlərdə də bu var. Biz bir-birimizə qarşı səhv elədiyimizdə o səhvimizi yumaq üçün üzr istəyirik. Bugün bu məsələni danışacağıq Zamiq müəllimdən. Buyurun Zamiq müəllim, nədir tövbə? Tövbənin dindəki yeri, yəni insanların... Allah razı olsun. Təşəkkür edirəm. Verilişdə bir daha məni çağırdınız. Tövbə, belə öz dilimizdə deyəsi olsaq, vicdanın səsidir. Vicdanın iniltisidir. Hər bir insanda, vicdanı olan hər bir insanda olması lazım olan bir duyğudur deyək, bir duadır deyək tövbə. Allah Teala yaratdıqların içərisində heç bir zaman günah etməyən varlıqlar var, mələklər aləmi. Onlar heç bir zaman günah eləməzlər. Bir də hər zaman günah eləyən şeytanlar aləmi var. Şeytan deyilən varlıqlar var ki, bunlar da heç bir zaman savab iş görməzlər, ancaq günah işləyərlər. Amma Allah Teala bunların ikisinin ortasında gözəl bir varlıq olaraq insanı yaratdı. İnsanı yaratdığı zaman da insanın günaha meyildiyini bildiyinə görə insanlar üçün bir tövbə qapısı da yaratdı. Çünki biz bunlara Quran-ı Kərimdə də Adəm əleyhissalamın, ilk insanın Adəm əleyhissalamın həyatından belə rast gəlmək olur. Məsələn, Adəm əleyhissalam ilk dəfə cənnətdə Allahın yasaq etdiyi ağaca yaxınlaşdığına görə Allah da yer kürəsinə göndərdi onları. Bir müddət gəzdikdən sonra, tövbə etdikdən sonra Allah da onların günahlarını bağışladı və Həvva anamızla bərabər onları qovuşdurdu. Və Allah da nə söylədi? Dedi, ey Adəm, sən ki günahını anlayıb tövbə etdinsə, bağışlanma istədinsə, bu yeri, bu tövbə edilən bu yeri qiyamətə kimi sənin ümmətinə, sənin nəslinə, sənin davamçılarına, sənin evladlarına tövbə yeri olaraq saxlayacağım. Deyərək günümüzdə insanların həccə getməsi, Kəbəyə getməsi, məsələn bunun bir semboludur. İnsanlar niyə həccə gedir? Orada günahlarını etiraf edib, tövbə edib gəlirlər. Ona görə də Rabbimiz nə deyir Quran-ı Kərimdə də? İnna Allah yuhibbut tevvabina və yuhibbut mutatahhirin. Baxın, Allah Teala demir. Allah çox ibadət edən qulu sevir. Allah Teala çox namaz qılan qulu sevir. Nə deyir? İnna Allah yuhibbut tevvabina. Allah Teala günah eləyib də, bilmədən günah eləyib də, günahını anlayıb, günahından dönüb təmizlənən qulunu çox sevər. Çünki Allah Teala bilir ki, insanın fıtratında günah eləmək var. Bu bir söz nəyə də bənzəyir? Yolda gedən bir maşın öz düz yolundan çıxıb, səhv bir istiqamətə gedərsə və getdiyi zaman da orada artıq minalanmış bir şəkil görərsə ki, bura girmək qadağandır və orada ağlı olan bir insan o şəkli görüb geri qayıdarsa, öz yoluna davam edərsə, tövbənin doğru mənada bizim deyişimizlə
anladığım dildə danışası olsaq mənası budur. Düz yoldan yanlış bir istiqamətə yönəlmək. Və bir insan yanlış bir istiqamətə yönəldiyi zaman onun səhv yolda olduğunu, yanlış bir yolda olduğunu düşünərsə və o yoldan geriyə dönüb öz yoluna davam edərsə, bizim tövbə dediyimiz şey artıq yerini tapmış olur. Biz yenə də Qurani-Kərimə nəzər saldığımızda, Qurani-Kərimdə məsələn Adəm peyğəmbərin tövbə edərək öz yoluna dönməsi bizlərə bir misaldır. Ümumiyyətlə insanların mayasında günaha meyillilik olduğuna görə Peyğəmbər Əfəndimiz s.ə.v bizlərə nə tövsiyə edər? Hər gün Peyğəmbər Əfəndimiz s.ə.v gündə 100 dəfə, bəzi rəvayətlərdə 70 dəfə tövbə edərmiş, istiğfar edərmiş. Bu o deməkdir ki, Peyğəmbər s.ə.v günah eləyərmiş, tövbə edərmiş. Peyğəmbər s.ə.v-in yaşantısı bizim üçün örnek olduğuna görə Əfəndimizin bizlərə göstərdiyi tövbə metodunu gündə 100 dəfə, gündə 70 dəfə istiğfar eləməklə məqsədi bizləri özümüzə qayıtmağımızı, yolumuza qayıtmağımızı göstərilən bir texnikdir, belə düşək, yəni bir formuldur. Ona görə də Rabbimiz nə deyir başqa ayət-i kərimədə? Əgər siz günah edib tövbə etmiş olmasaydınız, sizi götürərdim ortadan, yerinizə günah edib tövbədən varlıqlar yaradardım deyə ayət-i kərimələrimiz var məsələn Qurani-Kərimdə. Ona görə də insan evladı günah etdiyi zaman heç bir zaman ümidini üzməsin, onu bağışlayan bir Rabbi var. Təvəkkül etsin Allaha, tövbə etsin, bağışlanma yolunu tutsun. İnşallah ki, Rabbimiz o insanları neyər? Bağışlar Allahın izni ilə. Ya Cemilu ya Allah, ya Garibu ya Allah, ya Mucibu ya Allah, ya Habibu ya Allah, ya Cemilu ya Allah, ya Garibu ya Allah, ya Mucibu ya Allah, ya Habibu ya Allah. Ya Rauf ya Allah, ya Atuf ya Allah, ya Ma'ruf ya Allah, ya Latif ya Allah, ya Rauf ya Allah, ya Atuf ya Allah, ya Ma'ruf ya Allah, ya Latif ya Allah, ya Azim ya Allah, ya Hannan ya Allah, ya Mannan ya Allah, ya Deyyan ya Allah, ya Azim ya Allah, ya Hannan ya Allah, ya Mannan ya Allah, ya Deyyan ya Allah, ya Subhan ya Allah, ya Aman ya Allah, ya Burhan ya Allah, ya Sultan ya Allah, ya Subhan ya Allah, ya Aman ya Allah, ya Burhan ya Allah, ya Sultan ya Allah, ya Musta'an ya Allah, ya Muhsin ya Allah, ya Muta'al ya Allah, ya Rahman ya Allah, ya Musta'an ya Allah, ya Muhsin ya Allah, ya Muta'al ya Allah, ya Rahman ya Allah. Zamkəm, çox qəşəng bir ifadə eşitmişdim mən. Günahın deyir bir dənə gözəl bir tərəfi var, günahın yaxşı bir tərəfi var. Günah yaxşı bir şey deyil, Allaha qarşı işlənmiş bir cinayətdir əslində günah. Ancaq onun da bir tərəfi, yaxşı bir tərəfi var ki, insan o günahını düşünərək peşman olarsa, o daima ömrünün sonuna qədər o günahını düşünərək peşmançılığını ifadə edərsə, o günah əslində bir mənada, o peşmançılıq bir mənada, o tövbə bir mənada onun yüksəlişinə vəsilə olar. İnsan bir nərdivan kimi o günahın üstünə çıxaraq Allah-u Teala'ya yüksələr. Yəni tövbənin elə bir gözəl tərəfi var yəni ki, tövbə insanı təmizləyər və Allah-u Teala'ya yüksəldər. İnsanların mayasında var, insanların fitrətində var günah işləmək, insanların fitrətində var nəfsinə məğlub olmaq. Elə isə biz ağlımız başımıza gəldiyimiz zaman Allah-u Teala'ya yönələcəyik. Necə ki, bizim səhvlərimiz tək Allah-u Teala'ya qarşı deyil ki, insanlara qarşı elədiyimiz səhvlər var. Sonra əsəbimiz soyuyanda, sonra ağlımız başımıza gələndə, sonra biriləri bizə tövsiyə edəndə, məsləhət verəndə gedib üzr istəyirik və o əslində o üzr belə bizim hörmətimizi qaldırır həmin insanların yanında. Elə o şəkildə də yəni bizim Allah-u Teala'ya olan tövbəmiz bizim Allah-u Teala'dan üzr istəməmiz mənasına gəlir, üzrümüzdür yəni. Yəni adicə biz öz evimizdə öz valideynlərimizi incidəndə belə valideynlərimiz bizi bağışlayır, üzr istədiyimiz zaman bağışlayır. Yəni valideynlərimizdə olan o bağışlamaq duyğusu Allahın rəhmət duyğusunun bir damlasıdır. Bizi yəni elədiyimiz bu qədər səhvlərə valideynimiz bağışlayır və yaxud da müəllimlərimiz bağışlayırsa, bizi yaradan Rabbimiz, yəni bütün rəhmətin sahibi, rəhmət okeanının sahibi olan Rabbimiz bizi yəni bağışlamaz deyən bir şey yoxdur yəni. Quran-Kərimdə o Allah-u Teala özünün bağışlayan
bağışlayan xüsusiyyətini, bağışlayan sifətini, ismini bizə çox-çox anladır. İnnallahu ve tevvabur rahim. Allah tövbələri qəbul edən və mərhəmətlidir. Allah Taala'nın istəyi, muradı bizə əzab etmək deyil, bizi günahlarımızla baş-başa buraxmaq deyil. Allah Taala'nın istəyi bizi cəhənnəmə atmaq deyil, bizim xoşbəxt olmağımızda, bizim rahat yaşamağımızdır. Elə isə bizi sevən, bizi daima görən, gözətləyən bir Allahımız var, bir Rabbimiz var. Bu Ramazan ayından Allah bizi tam günahsız olaraq çıxarsın. Günah işlədikdən sonra tövbə edən heç günah işləməmiş kimidir deyə Peyğəmbərimiz Aleyhisselatü Vesselam. Allah zaten bizi bağışlamasaydı, bizim üçün tövbə edəcək bir qapı açmazdı. Məsələn, insanların həccə getməsi, orada günahların bağışlanıb gəlməzdir. Kim deyir, məsələn, həccə gedərsən, anadan doğulmuş kimi günahları bağışlanar. Məsələn, Ramazan ayı günahların bağışlanma ayıdır. Qədir gecəsi günahların bağışlanma gecəsidir. Kim deyir, Ramazan ayının orucunu inanaraq tutarsa, Allah onun bütün keçmiş günahlarını bağışlayar. Yəni, Allah Taala'nın bizlə şəxsi prinsipi yoxdur, belə deyək. Prinsipi yoxdur. Yəni, Allah Taala bağışlayan bir Allahdır, cəzalandıran bir Allah yoxdur. Yəni, Allahın, yəni ki, düşünəsi olsaq, Allahın bir cəza Allahı olaraq, cəza varlığı olaraq düşünmək deyil də, Allahın bağışlamaq Allahı olaraq, sevgi Allahı olaraq düşünməyimiz lazımdır ki, bunun da sübutunu biz Ramazan aylarında, cümə günlərində, nədir kim cümə gününü, cümə namazını qılarsa, iki cümə arasından günahları bağışlayar. Elə bil ki, sanki Allah bizim günahlarımızı bağışlamaq üçün, bizi dərəcələrimizi qaldırmaq üçün bir bəhanə axtarır, belə deyək, loru mənada deyəsi olsa, bilmirəm nə qədər doğrudur, nə qədər səhvdir, bir bəhanə axtarır ki, biz gözəl bir iş görək, Allah bizim o işlə günahlarımızı bağışlasın. Bir tövbə edək, bir ağlayaq, bir istiğfar edək və elədiyimiz əməllərə peşman olaraq, yəni Allah hüzurunuza getməyi Allah bizdən istəyir. Çünki istəməsəydi zaten o duyğunu da bizə verməzdi. O istəmək duyğusunu da bizə verməzdi. Kitab göndərməzdi, peyğəmbərlər göndərməzdi. Örnək şəxsiyyətlərin həyatlarını biz bilməzdik. Ona görə də yəni daima ayıq olmaq lazımdır. Hətta nə deyir? Can boğaza çatana kimi mən onların tövbələrini qəbul edirəm deyir Allah Taala. Yəni Allah öz qulunu sevir. Allah yaratdıqlarını sevir və yaratdıqlarının içərisində ən çox dəyər verdiyi insanı çox sevir. Və insanın da gözəl bir aləmə getməsi üçün, insanın da çirkin həyatdan əl çəkmək üçün tövbə qapılarını açıb qoyur. Məsələn, deyir, insanın qəlbi var ki, deyir, qapaq kağız kimidir, deyir. Ora bir günah elədiyin zaman, deyir, həmən o qəlbə bir ləkə düşər. Və tövbə elədiyi zaman, bağışladığın zaman o ləkə silinər. Bu kimin nimətidir? Bu Allahın rəhmət nimətidir bizə verirlər. Ona görə də inşallah ayıq-sayıq yaşayaraq, bilmədən etdiyimiz günahlarımıza hər axşam Peyğəmbər Əfəndimizin tövbə etdiyi kimi tövbə eləməyimiz lazımdır. Ya Rabbim, sənin bütün nimətlərini istifadə elədik, amma sənə layiqincə qul ola bilmədik deyərək tövbə eləməyimiz lazımdır. Hətta haqq dostları var ki, məsələn, biz kitablarda rast gəlirik ki, biz sadəcə əlimizdə olan nimətlərə bəlkə tövbə edərik, bəlkə etmərik. Haqq dostları var ki, aldıqları və verdikləri hər nəfəsin haqqını vermədikləri görə tövbə edərlər. Ki, Allah, mən bu nəfəsi aldım, bu nəfəsi buraxdım, amma bunun haqqını verə bilmədim, sənə layiqincə şükür edə bilmədim, bu nimətini layiqincə anlaya bilmədim deyə tövbə edərlər və ağlayarlar. Allah Taala bizi tövbə edənlərdən eləsin inşallah. Belə bir ifadə var, bəhanə tanrısı. Allah üçün istifadə olunan, Ərdurumda istifadə edilən bu kəlməni bəhanə tanrısı. Allah insanları bağışlamaq üçün bəhanələr axtarır. Bəlkə etdiyimiz bir yaxşılıq, bəlkə etdiyimiz bir peşmanlıq, bəlkə etdiyimiz bir təbəssüm bizim bağışlanmamıza səbəb ola biləcək. Yenə Zamik müəllim ifadə elədiyi kimi, vermək istəməsəydi, istəməyi də verməzdi bizə. İstəmək duyğusunu da o verib bizə, biz ondan istəyək deyə. Allah istədiklərimizə qarşılıq verən bir Allahdır. Allah istədiklərimizə qarşılıq versin. Allah dualarımızı qəbul etsin. Gecəniz xeyrə qalsın. Ya Rahim, Ya Allah, Ya Kerim, Ya Allah, Ya Mecid, Ya Allah, Ya Ferd, Ya Allah, Ya Rahim, Ya Allah, Ya Kerim, Ya Allah, Ya Mecid, Ya Allah, Ya Ferd, Ya Allah, Ya Vitr, Ya Allah, Ya Ahad, Ya Allah, Ya Samed, Ya Allah, Ya Mahmud, Ya Allah, Ya Vitr, Ya Allah, Ya Ahad, Ya Allah, Ya Samed, Ya Allah, Ya Mahmud, Ya Allah, Ya Sadik Al-Val, Ya Allah, Ya Ali, Ya Allah, Ya Gani, Ya Allah, Ya Shafi, Ya Allah, Ya Sadik Al-Val, Ya Allah, Ya Ali, Ya Allah, Ya Gani, Ya Allah, Ya Shafi, Ya Allah, Ya Kafi, Ya Allah, Ya Muafi, Ya Allah, Ya Baki, Ya Allah, Ya Hadi, Ya Allah, Ya Kafi, Ya Allah,
يا الله يا قهار يا الله يا جبار يا الله يا قهار يا الله يا جبار يا الله يا غفار يا الله يا فتاح يا الله يا قهار يا الله يا جبار يا الله يا غفار يا الله يا فتاح يا الله. الله أكبر الله أكبر. الله أكبر الله أكبر. أشهد أن لا إله إلا الله. أشهد أن لا إله إلا الله. أشهد أن محمدًا رسول الله. أشهد أن محمدًا رسول